Azərbaycan ilk üçrəngli dövlət bayrağını ingilislər mi təsis etmişdi? Hazırda Azərbaycan cəmiyyətində yayılan bu tendensiya məni məsələ ilə bağlı video çəkməyə vadar etdi. 1918-ci il oktyabrın 30-da Modrus limanında Osmanlı hərbi komandanlığı ilə Antant hərbi komandanlığı arasında barışıq imzalandı və Osmanlı dövləti məğlub olub 1-ci Dünya müharibəsindən çıxdı. Təbii ki, Azərbaycan hökuməti bu məsələdən öz xeyrinə istifadə etmək qərarına gəldi və Respublikanın dövlət müstəqilliyinin Antant hərbi komandanlığı tərəfindən tanınması üçün bayrağın dəyişdirilməsi məsələsi müzakirəyə salındı. Noyabrın 4-də Bakı şəhərində Osmanlı bayrağına bənzər bayrağın yeni üçrəngli bayraqla əvəz edilməsi ilə bağlı hökumət üzvləri arasında müzakirə getdi. Noyabrın 9-da isə yuxarı rəng yaşıl, orta rəng qırmızı, aşağı rəng isə mavi rəng olmaqla ilk üçrəngli dövlət bayrağının təsisi ilə bu protokol imzalandı. Həmin protokolu siz görə bilərsiniz. Protokolda qeyd etdiyim rənglər ardıcıllıqla göstərilir. Hətta Azərbaycan hökumətinin əsas mətbuat orqanı olan Azərbaycan qəzetində 11 noyabr tarixli sayında üçrəngli dövlət bayrağının ardıcıllıqla yaşıl, qırmızı və mavi rəngdə olduğunu göstərib. Belə bir iddia var ki, General Thompson Bakıya gələn zaman bayraqlar Osmanlı bayrağına bənzədir, sonra bu bayraqlar üçrəngli dövlət bayrağı ilə əvəz edilib. Təbii ki, bu iddia yanlışdır, çünki bayraq qəbul edildi noyabrın 9-da. İngilislər isə noyabrın 17-sində Bakıya gəlmişdilər. Hətta Azərbaycan tanınmış tarixçisi Solmaz Tohidi belə öz tədqiqatlarını qeyd edir ki, İngilislər Bakıya gələn zaman Azərbaycan hökuməti onları üçrəngli bayraqlarla qarşılamışdı. Hətta Polyak tarixçi Tadeusz Svetovski belə tədqiqatında yazır ki, İngilislər noyabrın 17-sində Bakıya ayaq basdığı ilk dəqiqələrdə Azərbaycan hökuməti onları yaşıl, qırmızı və mavi rəngli bayraqlarla qarşılamışlar. Ardıcıllıq bu cür orada göstərilirdi. Belə bir iddia var ki, sadəcə bu iddia ilə bağlı bizim əlimizdə bir arxiv sənədi keçməyib, sadəcə bir fərziyyədir. General Thompson Azərbaycan hökumətinə danışıqlar aparır və danışıqlar bildirir ki, Azərbaycan bayrağının ilk rənginin yaşıl rəng olması belə bir təəssürat yarada bilər ki, Azərbaycan bir şəriət dövlətidir və digər dinlərə hörmət eləmir. Ona görə siz bu rənglərin yerlərini dəyişin, yəni mavi ilə yaşılla mavi rənglərin yerlərini dəyişin ki, belə bir təəssürat yaratmasın. Təbii ki, bu bir iddia, bir fərziyyədir. Bu barədə hər hansı bir arxiv sənədi yoxdur. Ancaq fakt budur ki, Azərbaycan bayrağındakı rənglərin yerlərinin dəyişməsində İngilislərin rolu böyükdür. Yəni yaşılla mavi rənglərin yerlərinin dəyişməsində İngilislərin rolu böyükdür. Hətta mən qeyd edim ki, İngilislər Bakıya ayaq basdığı ilk dəqiqələrdə bayraqların yığışdırılmasını əmr belə eləmişdilər. Yəni çünki onlar Azərbaycanı ayrıca müstəqil dövlət kimi tanımırdılar ilk vaxtlarda.